Bəsdir hara gəldi başınızı qatdınız boş-boş məsələlərə. Cəmaatı da zəng elib, dəng elib, narahat eləməyin. Hər şey bu, tüm problemlər bekarçılıqdandır. İşte ne dersen, problem ne diye? Bu problem değil. Bu əməlli başlı bile uçurumdan atlanmaqdır. Ha. Bir kulağız gör anam ne deyir də? Bilirəm də anam nə deyəcək. Köynə hamam, köynə tas. Yenə də məni fikrimlə daşındırmaq üçün deyəcəksən ki, mən o qızı istəmirəm. Mən də öz dediyimin üstündə dayanacağam. Bax, budur problem. Bir qulaq as gör nə deyirəm də. Sənə qatil lazımdır. Cinayətkarla evlənəcəksən. Aa, İndi belə şeylərə əl uzadırsınız, ha? Xeyri yoxdur, yana, xeyri yoxdur. hara gedirsən? Bir dayan, dayan görüm. O dəqiqə qaçırsan. Dayandım, hə. Sən elə bildiyi də danışsan, bilmədiyi də. O arvadın nəyinə lazımdır, hə? Nəyinə lazımdır ki, bizə yalan danışsın? Sənə deyirik ki, bu qız ərini öldürüb. Öldürüb qaçıb bura, başqa bir oğlanla. O yandakı uşaq da öz ərindən deyil. Daha nə istəyirsən, hə? Bunları sizə o evin yiyəsi hökmət nədir, o deyil? Hə də, hə qaqaş, hökmə deyib. Dayı durub yalan danışmayacaq ki, mən də sənin kimi birinci dəfə eşidəndə şoka düşdüm. Sonra gördüm ki, mama əməli başda deyir ki, belə deyil, belədir. Biz sənin düşmənlik, sənin gözünü açırıq ki, bilmədiklərini biləsən. Mən anayam, narahatam sənin üçün. Sən mənim ürəyimi partlatmaq istəyirsən? Nə istəyirsən bizdən? Hələ bilmək olmaz. Dediklərinizin hansı doğrudur, hansı yalan. Hay Allah. Hər eşidilən sözə inanmaq olmaz, Aysel, olmaz. Hələ bu hər şeyi bizə açıqlamayıb ha. Bu məsələnin bir qismini deyib bizə. Üstü örtülü danışıb. Gör indi əməlli başlı danışsa nələr eşidərik. Oğlum, sənə qurban olum. Bilirsən ki, sən nə deyirsən, biz onu eləyirik. Amma xahiş eləyirəm, o qızı bizim evimizə salma. Əziyyətini təkcə biz yox, bizdən çox sən çəkəcəksən vallahi. Mən səndən uşağa görə bir yeri deyiləm axı. Uşaq olsa da, olmasa da biz bir yerdə olasıyıq. Biz heç vaxt ayrılmayasıyıq. Danışmışıq axı bu söhbəti. Sevda, inanmırsan mənə? Az, doğub töküləcək evə, bütün ev eşi hər şeydə qalacaq onun yetimçələrinə. Bacımın uşaqlarından birini götürür, saxla. Onsuz da bundan sənə uşaq doğan olmayacaq. Sonsuzun biridir.